Sure-i Bəqərə ayə 257 və 258. Əuzu billah minəşşeytanirracim. Pənah parəm Allah'a dərgahdan qovulan şeytanın şərlərindən. Allahu Allah vəliyyü sahibdir ya sərpərəstdir. Əlləzinə o kəsləri ki amenu iman gətiriblər. Yuxricum xaric elər onları minəz zulümatı qaranlıqdan ilən nur işıqlığa sarı. Vəlləzinə və kəsləri ki kəfəru kafir olublar. Əvliyauhum onların dostları ya onların sərpərəstləri tağutə tağutdur. Yuxricunəhum xaric elər onları minən nuri işıqlıqdan ilə zulümat qaranlığa sarı. Ulaikə o quruhdur, əshabun nar o təshabı, hum olar fiha orada xalidun həmişəlik. Ələm tərə aya görmədin, əlləzi o kəsi ki haccə mühaccə edirdi ya söhbət edirdi İbrahimə, Həzrət İbrahimə minən fi Rəbbihi pərvərdigarın barəsində Ennəllâhə bidüstü ən əyə Allahu atahullah əta eləyə onu Allah, onun üçün Allah mülkə padişahlığı izqalə zamanı ki dedi İbrahim Peyğəmbər Rəbbi mənim pərvərdigarım əlləzi belə ki yuhyi dirildər və yumitu və öldürər. Qalə kafir də dedi, qalə dedi, ənə mən də ohyi və umitu, mən də dirildirəm və öldürürəm. Qalə İbrahim, Həzrət İbrahim belə buyurdu, fə innəllâhə pəs bilirsti ki Allah yəti gətirər bişşəmsə günü minəl məşriq tərəfindən fəti pəs gəti onu biha onu minəl məğrib qərb tərəfindən fəbuhtə pəs məbhut oldu pəs qaldı əlləzi o kəsi ki kəfərə kafir olmuşdu vəllahu və Allah la yəhdi hidayət eləməz qavməz zalimin zalim qovmiləri sədəqəllahul əliyyul əzim.